Avtomobillərin ön hissəsinə əlavə əyləncə işıqları quraşdırılması yol qəzalarının qarşısını almaqda əhəmiyyətli rol oynaya bilər. Mətbuat.az xəbər verir ki, bu barədə Graz Texnologiya Universitetində araşdırma aparılıb. Tədqiqat çərçivəsində real şəraitdə baş vermiş 200 yol qəzası təhlil olunub və onların simulyasiyası həyata keçirilib. Alimlərin qənaətinə görə avtomobillərin ön hissəsində yerləşəcək əylənc lampaları sürücülərin və digər yol istifadəçilərinin reaksiyasını sürətləndirə və bununla da toqquşmaların 7,5-17%-nin qarşısını ala bilər. Bundan başqa bu sistemin tətbiqi bəzi hallarda toqquşma sürətini azaldaraq yaralanmaların şiddətini də azaltmağa kömək edə bilər. Mütəxəssislər bildirir ki, ön əyləncə işıqları qarşıdan və qismən yandan yaxınlaşan yol istifadəçilərinə avtomobilin əyləncədə olduğunu göstərir. Lampaların sönməsi isə həmin avtomobilin hərəkətə keçəcəyini işarə edir. Araşdırma zamanı geniş yol nəqliyyat hadisələri bazası olan SEDATU məlumatlarından istifadə olunub. Həmin məlumatlar əsasında qəzalar simulyasiya edilib və eyni hadisələr avtomobillərdə ön əylənc lampalarının olduğu fərziyyəsi ilə yenidən canlandırılıb. Nəticədə bu sistemin sürücülərin daha tez reaksiya verməsinə və məsafəni qısaltmasına səbəb olduğu məlum olub.